Salam əziz dostlar və dəyərli izləyicilər. Deməli, bu sual tipini izah etmək istəyirəm, strategiyasını. Elə Aygül adlı bir tələbəmiz demişdi, dedim elə çəkim, həmçinin də digər tələbələrdə ümumi dəstək kimi olsun. Deməli, əslində bu sual tipini çox tələbələr çətin anlayır bəzən. Bəzi tələbələr isə normal anlasa da, bu sual tipində bir strategiya var. Əlbəttə ki, bu sual tipində oxşarlıq prinsipi də var və ümumi anlama prinsipində işə salmalısınız. Demirəm ki, anlamaq lazım deyil, müəyyən qədər. Oturum mən cümləni başdan ayağa tərcümə edim, söhbəti düzgün deyil. İki sualı izahlayacağım. Bundan da başlaya bilərəm, buradan da başlaya bilərəm. Fərqi yoxdur. Elə mən 2-dən başlayıram məsələn. Heç bir fərqi yoxdur yəni. Onsa sırayla gedir. Bunu burada tapdımsa birinci yuxarısında olacaq. Deməli, burada əsas məsələ nədir? Düzgün açar söz. Amma keyword həmişə kömək eləmir. Orada clue-word taktikası, o üçün mənə aid olan bir taktikadır və hardasa bilsəz, bilin ki, o mənə aiddir. Yəni, narahat olmayın. Özümə aid olan bir taktikadır və sevirəm o taktikanı, çünki o taktika həqiqətən işə yarayır. Burada keywordlər nələrdir? Rəsmi sözlər, bizim gözümüzə dəyən əsas sözlər. Amma clue-wordlər nədir? Bəzən cümlədə hər hansı bir gözə çarpan sözlər olmur, biraz fərqli sözləri görürük. Onlar clue-wordlərdir. Yəni, cümlədə rəsmi ad, yer adı, il falan olmayanda avtomatik clue-word taktikasına müraciət etməliyik və digər videolarımda da bu var. Məsələn, burada intervyular hissəsidir. Məsələn, bu sözü götürə bilərəm. Götürə gəlirəm və burada mən avtomatik TV söhbətini görürəm. Burada voice hissəsini görürəm və avtomatik bizim yerimiz hardadır? Buradan gəlir. Düzdürmü? İndi baxıram ki, burada məsələn speakerlardan söhbət gedir, açar söz kimi götürürəm. Translation söhbəti gedir, açar söz kimi götürürəm. Sonra delivery söhbəti gedir, açar söz kimi götürürəm və ən əsas məsələ bu sözü götürürəm və bunları açar sözlər kimi özümdə götürürəm. Məsələn, intervyu sözü açar söz olmayacaq, çünki orada təkrar istifadə olunur. Və gəlirəm bu variantlara baxaraq uyğunlaşdırmağa ki, burada nədən? Burada mən baxdım ki, tərcümədən, danışanlardan söhbət edir, bunun çatdırılmasından söhbət edir və s. və l. Məsələn, burada kondision ifadəsi yoxdur. Burada ümumiyyətlə beynin heç yaxına uzaqdan əlaqəsi yoxdur. Perfect səsi görünməyib. Burada səs-küylü ilə bağlı heç bir ifadə verilməyib, amma translation ifadəsi verilib. Delivery ifadəsi də burada bunun açar söz kimi sinonim verilib və avtomatik olaraq cavab nədir? Y variantı. Məsələn, lap birinci suala baxaq. Birinci sualda nədən söhbət edir? Speech translationdan söhbət edir, bir də Japan söhbəti var. Burada keywordlərimiz rahatdır. Baxıram ki, burada Japan var və speech translation isə voice translationdan verəcək. Və burada baxıram ki, ümumiyyətlə mən cümlələrdə həmişə inkarı bildirən, nəsə mənfi mənəyə yönələn bir ifadə varsa, mənim üçün o həmişə vacib bir ifadədir. Çünki o nəsə orada bir məna daşıyır. Burada taken off ifadəsi nəyinsə çıxarılması mənasını verir və avtomatik olaraq atılması mənasını verir. Mən bu açar sözləri götürərək, range of systemdən metodlar ifadəsidir. Və açar sözü götürərək baxa-baxa gəlirəm və baxıram ki, burada bunun çıxarılması, bunun atılması daha çox burada C variantı ilə uyğundur. Yəni, oradan perfectdən uzaq bir hissədir. Yəni, çıxarılması elə C variantına uyğundur. Yəni, oxşarlıq prinsipi və biraz da anlamaq sizə həqiqətən kömək edə bilər.